başa düşmürəm. Necə olur ki, elə şişmanlar ah kimi qaçır. Qoy qaçsın, uzağa gedə bilməyəcək. Hele ki Fərraş tut, Səlvat, kes başını. Onu tutub yan birisi dersini, ya da ki dərxanaya apararlar. Yaxşı aramızda, bir də düşərsən əlimə. Uşaqlar, Rəşid Seyidi xalatı gətirdi. Rəşid, dilisimi unutmamısan ki. Bu nə sözdür? Onu mən zərb cədvəli kimi əzbərləmişəm. De bir görək. Amaravati, Chandrika. Amravati, Çandrika. Kintamani, Şvara. Düzdür. Kintamani, işvar, ayca. Rəşid az qalmışdı yadından çıxsın, al bu aparatı. Doludur. Lap doludur. Sağ ol. Xalatı sizə qaytarım, yox! Mən bu saat bu xalatla gələcəyə gidəcəyəm. Orada vəfalı vəzir vekilim də yanıma çağırıb, təzədən taxta çıxacağam. Sən əxsini bilmirsən! Bəs əmrəvati, şəndirikə səncə nə deməkdir? Uşaqlar, o əxsini bilir! Tez nərdivan gətirin! Xalatı ver! Bu saat ver xalatı! Yol verin! Gəlsin, bu da nərdivan! Gəlmə deyirəm sənə! İndi bu saat səni elə itəliyim ki, kimikdən də yığırım! Gəl saxlayın! Rəşid gəlmə! Yaxın gəlmə deyirəm sənə! Yaxın gəlmə! Uşaqlar, ayaqlarından çəkin! Şəndirik, əmrəvati, yox! Əmrəvati, şəndirik! Uşaqlar, hanginizə yoxdur? Tez ol Rəşid, tez ol! Tez ol! Amaravati, Chandrika! Kintamani, İşvara! Xalata nə oldu? Yoxsa xarab olub? Ver mən geyim! Amaravati, Chandrika! Kintamani, İşvara! Xalata nə olub? Heç nə. İndi ver mən geyim. Al gey! Amaravati, Chandrika! Kintamani, İşvara! Yenə də heç bir şey. Dayan! Yadımdadır İyokiyo baba nə dedi? Xalat adamı yalnız bir dəfə keçmişə və bir dəfə də gələcəyə apara bilər. Doğrudur. Xan uçdu, xalat da öz seyirli qüvvəsini itirdi. Bəlkə xan heç gələcəyə getməyib. Axı xalat burada qalıb. Siz xalatı zorla dartıb saxladığınıza görə o burada qalıb. Amma ildırım, göy gürültüsü onu göstərir ki, xan gələcəyə gedib. Bəs indi necə olacaq? Bu nə işdir gördüm? Bu nə işdir? Uşaqlar, mən neynədim? Bütün təqsirlər məndədir. Təkcə məndədir. Bu nədir görürəm? Sən ağlayırsan? Yox ki o baba, bütün təqsirlər məndədir. Axı, neynəmisən? Biz heç cür xanı tuta bilmədik. Dayan. Sən nə danışırsan? Burada xan hardandır? Mən onu keçmişdən gətirmişəm. Niyə? Sarayı ona qaytarmaq üçün? Yox, mən istəyirdim uşaqlara diri xanı göstərin. Ay, bəs sən bilmirdin ki, xan hiyləgər və zalimdir? Kaş xalatı mən sizə verməyeydim. Yox ki o baba, gələcəyin adamlarına necə xəbər verək? Axı xan onlara zülm eləyər. Başlarını gezdirər. Yox ki o baba, necə edirik, bizə kömək edin. Yaxşı, səbr edin, razıyam. Mən xalatı yenə də sehirlədə bilərəm. Ancaq bilin ki, bundan sonra kim xalatda səyahətə getsə, başına böyük fəlakət gələr. Necə fəlakət? Bunu heç kəs deyə bilməz. Özüm Səmədoviç, rica edirəm, assentimi əvəz edəsiniz. Başla. Amaravati, Chandrika, Kintamani, İşvara. İndi bu xalat yenə də sehirlidir. Kim bu xalatda səyahət etmək istəyir? Mən istəyirəm. Mən də istəyirəm. Mən də istəyirəm. Mən də. Yox uşaqlar, razı olmaram ki, mənim təqsirima görə yoldaşlarım cavab versin. Mən özüm gələcəyəm. Haqlısan Rəşid. Əsli pioner, bax, belə olmalıdır. Al.
Çandrika, Kintamani işvara. Halata ne oldu? Yakıyor baba, halat işlemir. Qəribədir. Bu xalata nə oldu? Deyin görüm xan, kök idi. Bəli, köküdür. Lap Möhsün dayı kimi. Ey, Ay, bu böyük bədbaxtlıqdır. nə olub ki? Xan ağırlığı ilə xalatın sehirli qüvvəsini aparıb, Ay, ay, ay. onu yenidən sehirli etmək üçün Reşiddən başqa bir qız uşağı da lazımdır. Mən uçaram. Zərifə, sənin necə qəhrəman və cəsarətli qız olduğunu ölkəmizin bütün pionerləri biləcək. Zərifə. Sağ olun. Sağ ol, sağ ol, sağ ol. Sağ ol. Bunu bizden geleceğin piyanerlerine veresin. Amma